Biz Hüseyn aşiqiyik, munisi əhli qəm ilən. Gövhəri eşqi əvəz eyləmərik aləm ilən. Bizi hər yerdə tanırlar bu qara bayraq ilən. Can sizin, can qara bayraqların ay heyətilər. Qoymayın vəhdəti üşşaqi poza lənətilər. Bu qara bayrağı əvvəl əlinə Zeynəb alıb, bu ələm Ali Yezidin canına lərzə salıb. Ucalan gün bu ələm bayrağı İslam ucalıb, uca bayraqlar içində qara bayraq təkdir. Adı bayraqdır bu, Zəhra toxuyan köynəkdir. Bizə 6 xislət verilib və 7 xislətdə də şərəfləndirilmişik. Bizə elm, mülayimlik, bağışlamaq, gözəl nitq, şücaət və möminlərin qəlbinə bizə olan məhəbbət verilib. Seçilmiş Peyğəmbər Mühəmməd Mustafa bizdəndir. Dahi Siddiq Əliyyən Mürtəza bizdəndir. Cənnətdə 2 qanadı ilə mələklərlə bir yerdə pərvaz edən Cəffəri Təyyar bizdəndir. Allahın və Peyğəmbərin şiri Həmzə bizdəndir. Bu ümmət arasında Peyğəmbərin qız nəvələri İmam Həsən və İmam Hüseyn bizdəndir. Bu ümmətin Mehdisi bizdəndir. Ey cəmaat, mən Məkkənin və Minanın oğluyam. Zəmzəmin və Səfanın oğluyam. O insanın oğluyam ki, Kəbənin daşlarını çiynində daşıyıb. Mən ən yaxşı libas geyinənin oğluyam. Mən ən yaxşı çarığını hədiyyə edib, özü ayağı yalın gəzənin oğluyam. Mən ən yaxşı təvaf və səy edənin oğluyam. Mən ən yaxşı həcc edib, ləbbek deyənin oğluyam. Mən səmada buraq üstə danışanın oğluyam. Mən Məscid Hərəmdən Məscid Əqsaya gecə ikən aparılanın oğluyam. Mən Cəbrailin son mənzilədək yola saldığı insanın oğluyam. Mən Allahın vəh göndərdiyi insanın oğluyam. Mən Mühəmməd Mustafanın oğluyam. Mən Əliyyəm Murtəzanın oğluyam. Mən yer üzündə bütün təkəbbürlü insanlara Allahdan başqa Allah olmadığını etiraf etdirənin oğluyam. Mən Peyğəmbərlərlə birlikdə 2 qılıncla döyüşənin, 2 ox atanın, 2 hicrət edənin, 2 dəfə beyyət edənin, Hüneyndə və Bədrədə döyüşən, bir göz qırpımı belə küf etməyənin oğluyam. Mən Cəbrail tərəfindən dəstəklənən, Mikail tərəfdən kömək olunanın oğluyam. Mən müsəlmanların namusunu qoruyanın oğluyam. Mən haqdan üz çevirənləri, münafiqləri və əhdinə xilaf çıxan düşmənləri öldürənin, möminlərin ilk dəfə İslamı qəbul edib, Allaha və onun Peyğəmbərinə iman gətirənin, müşriklərin qənimi, münafiqlərə atılan Allah oxunun, abidlərin hikməti, Allahın vəlisi, onun elminin varisi, səxavətli, bağışlayan, uca, sevilən, daim döyüşən, bütün bütləri sındıran, qəbilə təəssübkeşliyinə son qoyan, iplərin möhkəmi, imanında ən sabiti, əzəmətlilərin əvvəli, əhdinə sadiq qalan, döyüşə atılan şir, düşmən hücum edərkən onları meydanda əzən, döyüşdə darmadağın edən Ərəbistan şiri, İraq qoçu, Məkkəli, Mədinəli, Bədirli, Ühüdlü, əsli köklü olan, hicrət edən, ağası ərəbdən olan səsi şir səsi, 2 məşhərin varisi, Həsən və Hüseynin atasının oğluyam. Budur, mənim babam Əli İbni Əbu Talib. Mən Fatma-i Zəhranın oğluyam. Mən xanımlar xanımının oğluyam.
Peyğəmbər nişanəsinin oğluyam. Mən qanına qəltan olmuş Kərbəla qurbanı. Bu başın sahibinin oğluyam.